Dostlar, süni intellekt ilə keyfiyyətli YouTube qapaq şəkillər hazırlamaq üçün bu ChatGPT olar və ya Gemini olar fərq etmir. Bu süni intellektlərdən birinə daxil olursunuz. Mən ChatGPT-yi seçdim. Sonra burada biz mikrofonu qoşub hazırlamaq istədiyimiz şəkil haqqında bir prompt yazmalıyıq. Amma birinci hazırlamaq istədiyimiz şəkillərin materiallarını hazır edək sonra. Deməli mən YouTube-a daxil oldum. Buradan random bir şəkil götürürəm. Baxın, misal üçün bu iPhone 14 olan şəkili götürürəm. Mənim də videom məzmunu tutaq ki, iPhone 14-dür. Bu mövzunu, bu qapaq şəklini kompüterimə yükləyirəm. Bəli, qapaq şəklini bu formada bağlantıyı yeni sekmədə aç deyirəm və sonra bu qapaq şəklini açıram kompüterdə və buradan şəkli yükləyirəm. Bəli, şəkli kompüterə yüklədikdən sonra buradan plus düyməsinə klik edirəm və fotoqraf və dosya əklə bölümündən gəlib buradan həmin faylı tapıb götürürəm. Bəli, faylı götürdüm. İndi bizim bu süni intellektdə öz şəklimizi də atmaq lazımdır. İndi gəlin öz şəklimizi də çəkək. Elə burada sizin yanınızda faksu bu telefonla çəkib sizə də göstərəcəm necə çəkmək lazımdır. Bəli dostlar, videomuza davam etməzdən əvvəl sizdən çox xahiş edirəm. Aşağıdan kanalımıza abunə olub video like atın ki, belə gözəl videolarımızın davamı gəlsin. Abunə olanlara buradan təşəkkürlərimi bildirirəm. Bəli dostlar, ekranda da gördüyünüz kimi eynəkli və eynəksiz olaraq 2 dənə şəklimi çəkdim. Baxın, bu eynəkli olandır. Burada tam baxın. Sonra ikinci şəklimiz isə eynəksiz şəkildir. Bu da ikinci şəkildir. Baxın, burada fikir vermişsə arxa planım tam ağ şəkildədir. İndi eynəkli, eynəksiz olmasını özünüz seçin. Hansı gözünüzə daha yaxşı görünürsə, onu götürün. Məndə eynəkli bu dəqiqə yaxşıdır. İstifadə eləmək olar. Biraz baxın, bu hissələrində, yəni eynəyin bu sağ tərəfindəki ağ olan hissələrdə əgər problem yarada bilər və yaxud da üzünüzə ağır bir işıq vurursa, eynəyin də üstündə o işıq görünürsə, orada problem yarada bilər. Ona görə də mən bu şəkildə istifadə edəcəm. Burada heç bir problem yoxdur. Süni intellekt bunu qəşəng işlədəcək. Bəli, gəlirəm bura, həmin şəkli plus düyməsinə klik edib az öncəki şəklimizi də yükləyirik. Bəli, bu şəkli də yüklədik. İndi bizə prompt yazmaq üçün əslində Gemini yaxşıdır. Sadəcə mən burada mikrofondan yazmaq istəyirəm. Yəni Gemini mikrofona tam qulaq asmır. Qulaq asdığı yerdə və yaxud da biz danışdığımız yerdə o anidən sözümüzü kəsə bilər. Ona görə də yeni səhifədə yenə bir ChatGPT açacağam və eyni promptu buranı pozmadan, yəni bura olduğu qaydada qalacaq. Mən burada prompt ekranı açacağam. Və deməli gəlirəm bura, mikrofon işarəsinə klik edirəm və özüm üçün süni intellektdə nə düzəltmək istədiyimi qeyd edirəm. Baxın, indi burada həmin şəkil, bir də mənim şəklim var. İndi qeyd edəcəm ki, burada iPhone 14 tutan, əlində iPhone 14 tutan şəxs ilə mənim üzümü dəyişdir. Yəni elə etdi ki, o insanın üzü ilə mənim üz ifadəm eyni olsun. Sadəcə o insanın üzü mənim üzümlə dəyişdirilsin. Yəni elə olsun ki, mən ona oxşuyum da. Yəni bu formada. İndi deyəcəm, sizlər qulaq asın. Bəli, ChatGPT, deməli mən bir şəkil hazırlamaq istəyirəm. iPhone 17 telefonu ilə haqqındadır. O şəkildə başqasının şəkli var. Üz ifadəsini elə edəcəksən ki, o tamamilə mənə oxşayacaq. Şəklin ölçüsünü 1280-in 720 ölçüsünə uyğun et ki, mən onu YouTube qapaq şəkli üçün hazırlamaq istəyirəm. Bəli dostlar, sözümüzü dedikdən sonra burada quş işarəsinə klik edirik. İndi bizim üçün bax bu promptu yazacaq. İndi burada prompt yaz qeyd eləmək lazımdır ki, bunu göndərən kimi bu şəkil düzəltməyə başlayacaq. Ona görə bura dəfələrlə qeyd edin ki, prompt yaz. Baxın dostlar, bunu prompt olaraq yaz dedim. Sonra burada bu hərfi var idi. Yəni hərfi böyütmək, qalınlaşdırmaq var idi. Ona kliklədim. Sonra gəldim bura, baxın ən üstdə. Ən üstdə də keçib bunu həmin şeyi ora yerləşdirirəm. Bəli, eyni şeyi həm önə, həm də arxaya qeyd elədim. İndi enter verək, görək şəkil düzəldəcək yoxsa yox. Bəli, gördüyünüz kimi səliqəli bir prompt yazdı. İndi baxın dostlar, burada nümunə olaraq görürsünüz ki, Azərbaycanca yazıb. Yəni referans olaraq təqdim etdiyim orijinal YouTube qapaq şəkli falan yazıb. İndi mən qeyd edəcəm ki, bunu ingiliscə yazsın. Çünki ingiliscə promptlar daha qəşəng işləyir. Yəni özünüz istəsəz türkcə də eləyə bilərsiniz. Azərbaycancada, amma məncə ingiliscə daha qəşəng olur. Bəli, ingilis dilinə çevirdim. İndi buradan kopyala işarəsinə klik edirəm və az öncə mənim burada şəklimi yerləşdirdiyim hissəyə bunu Ctrl-V deyə yapışdırıram. Gördüyünüz kimi prompta da tam baxıram ki, görün burdadır, burada deyil. Tam dəqiq şəkillərə falan dəqiq baxdıqdan sonra, prompta tam baxdıqdan sonra elə buradan birbaşa enter düyməsinə klik edin. Bu bizim üçün şəklimizi hazırlayacaq. Gördüyünüz kimi görsəl analiz ediliyor, sonra görsəl oluşturuluyor deyir. Görək indi nə cür bir şey hazırlayacaq. Və dostlar, bir şey deyim, bu burada hazırlaya mən istəyirəm ki, bunu Gemini-yə da düzəldim. Eyni prompt ilə, eyni yazılış ilə. Sadəcə bir şey deyim ki, buradan baxın, plusa klik etdiniz, dosyaya yükləyin deyirsiniz, qəbul et deyirsiniz burada. Gəlib az öncəki şəklimi yükləyəcəm. Sadəcə orada bir qayda var, ona diqqət etməlisiniz. Baxın, az öncə mənim iPhone ilə əlaqəli olan şəkil budur. Sonra üzümün şəklini gəlib buradan diskdən seçirəm. Bəli, üzümün də şəklini seçdim. İndi bura az öncəki promptumuzu Ctrl-V eləyirəm. Baxın, burada flash yazılıb. Bu flaşı 3.1 Pro etməlisiniz ki, bu daha yaxşı işləsin. Çünki digərləri daha
daha ucuz versiyadır deyə biraz zəif yarada bilər, pis yarada bilər, amma yenə yoxlaya bilərsiniz. Mən 3.1 Pro ilə edirəm. Elə göndər deyək, görə başlayacaq düzəltmək. Gəlin indi ChatGPT-yə keçək. Bəli, gördüyünüz kimi ChatGPT-nin hazırladığı şəklə baxıram, üz ifadəsinə falan baxıram. Bəli, belə idarə edər də. Türklər demişkən, bax saç olduğu kimidir, qaşlar, gözlər indi biraz üz ifadəsini daha da yaxşı etsək, daha yaxşı olardı, amma bunu belə istifadə eləmək olar. Yəni bəzi Azərbaycanlı YouTuberlar istifadə edir şəkillər daha keyfiyyətsiz olur. Yəni üzləri belə yanmış şəkildə, qızarmış şəkildə görünür. Ondan qat-qat yaxşıdır. İndi görək Gemini nə cür bir şey hazırlayacaq. Bəli, Gemini də hazırladı. Bəli, bu ChatGPT-nin hazırladığına nisbətən daha yaxşıdır. Yəni üz ifadəsi falan biraz yaxşıdır. Biraz düzü kalitəsiz kimi görünür, yəni keyfiyyətsiz görünür. Bu da ola bilsin nəsə problem var, ona görədir. Hə, bu da ola bilsin mənim göndərdiyim şəkil bu formada effektdə idi. Yəni ekrandan görüntü almışam da. Ona görə belə ola bilər. Yəni bunu da istifadə eləmək olar. Yəni az öncə qeyd etdiyim kimi ChatGPT-ninkinə görə biraz yaxşıdır. Yəni istifadə eləmək olar. Yəni belə. Gördüyünüz kimi Canva-da və yaxud da Photoshop-da saatlarca vaxt ayırmadan mən burada çox sadə bir şəkildə qapaq şəkli hazırladım. Bəli dostlar, indi başqa cür qapaq şəkillər hazırlamağı da göstərəcəm. Burada baxın mən üzdən istifadə edərək qapaq şəkilləri düzəltməyi göstərdim. Baxın burada mən başqa cür qapaq şəkillər də edirəm. Baxın Hello Neighbor-la Baldi var burada. Yanına pul qazanmaq yazmışam. Sonra baxın hazırlama qaydası falan, sima ilə bəyan etmək. Bunlar da çox sadədir. Gəlin indi sürətli şəkildə bunları da göstərim mən sizə. Sonra videomuzu sonlandıraq. Bəli dostlar, yenə az öncə prompt yazdığım hissəyə gəlirəm və səsli danışmanı qoşuram və burada başlayıram nə hazırlamaq istədiyimi deməyə. Burada biraz daha ətraflı deməlisiniz ki, şəkli sıfırdan o hazırlayacaq. Siz ona sadəcə loqolar falan göndərəcəksiniz. Bəli dostlar, gördüyünüz kimi burada da bunu prompt olaraq yaz və bunu prompt olaraq yaz deyə aşağı və yuxarı qeyd etdim. İndi bunu göndərək. Burada biraz daha ətraflı demişəm. Özünüz gördüyünüz kimi bayaqçına nisbətən daha uzundur. Hər şeyi geniş-geniş demişəm. Baxın özü də səliqəli şəkildə qeyd elədi. İndi bunu kopyalayıram və nə hazırlamaq istədiyimi keçirəm birinci ChatGPT-dən, sonra Gemini-dan edəcəm. Bax burada plus işarəsinə klik edirəm. Loqo falan qoyulacaq. Bax misal üçün deməli mən burada Sima loqosunu falan qoymuşam. Sonra burada bəzi 100 manat falan loqolar qoyulub. Bunları siz Gemini-ya, ChatGPT-yə atmalısınız ki, o internetdən o loqolar tapsa belə çətinliklə tapır və problem yaşayır. Burada misal üçün Simanın loqosunu mən ona göndərmişdim, Temonun loqosunu ona göndərmişdim. Ona görə bu şəkili qəşəng hazırlayıb. İndi keçək ChatGPT-imizə və şəkilləri göndərək. Bəli dostlar, loqomu bura yerləşdirdim. Sonra az öncə kopyaladığım promptumu da bura yerləşdirdim. İndi elə sürətli şəkildə göndərirəm. Sonra keçirəm buradan mən Gemini-yə. Eyni şeyi Gemini-yə də hazırladacağam. Görək hansı daha qəşəng hazırlasa, ondan istifadə edəcəm. Bəli dostlar, həmin şeyi yenə Gemini-yə də yüklədim. Sonra promptu da yerləşdirdim. 3.1 Pro-nu seçdim, göndərirəm, görək nə göstərir. Bəli, göndərdim, görək indi hansı daha qəşəng hazırlayacaq. Bəli, Gemini-yə göndərdim, bu formada hazırlayır. ChatGPT-yə baxa, abunə olun yazıb, sonra loqo qoyub. Belə də, yəni YouTube qapaq şəklində istifadə oluna biləsi bir şey deyil bu. Mən indi bunu nümunə göstərmək üçün elədim. Amma buradakı kimi hazırlaması üçün yazını sağ üstə əyri falan yazla qeyd eləmək lazım idi. Yəni əsas o ki, hazırlama qaydasını göstərim. Yəni bunu belə bir şey düzəltmisinizsə, əgər YouTube ilə əlaqəli bir şeysə, bunu belə istifadə eləmək olar. Çünki insan özü əli ilə belə bir şey hazırlasa, bunun qədər yaxşı ola bilməz. İndi keçək görək Gemini-ni hazırlayacaq. Bəli, demək olar ki, eyni şeyi hazırladı, amma ChatGPT-ninkinə nisbətən yenə Gemini-ninki daha yaxşıdır. Yəni gördüyünüz kimi belə. Bu formada sürətli şəkildə qapaq şəkilləri falan hazırlaya bilərsiniz. Əlavə sualınız olsa aşağıda kommentlərdə yazarsınız. Sağ olun, salamat qalın.